Hello uşaqlar, yuxudan uyandım. Saat artıq 9-un yarısıdır və mən hələ indi dururam yuxudan. Heç də olmaz zaten. Yemək yemirəm, bir şeylər var, mən əl üzümü yeyib, şeyimi geyinib və çıxıram. Nasıl çıxırıq? Ay. Hadi tez əynimi falan giyinim, gəlirəm. Uşaqlar, mən giyindim əynimi. Gedirəm, kəfəsə, gedib bir əməliyyat olacağımız yerə. Yavaş yavaş heyecanlanmağa başlayıram şey. O hisslər gəlir. Bayaqdan da heç nə oldu. Bu evdən çıxdım. Yavaş yavaş heyecanlanıram. Ümumi lukum. Bir də onu deyim, rahat belə şapşap ilə gedin ki, sonra əməliyyatdan çıxandan sonra 3 saat ayaqqabı bağlamaq zad olmur bir müddət yəni. Bunların hər birini bir yerə qeyd edin özünüz üçün. Xəstəxanadayıq uşaqlar. Ay. Mən artıq palatadayam uşaqlar. Amma mənə yola saat gözlər falan doldurmadı. Bir qəribə oldum həqiqətən. Əynimi dəyişim artıq. Xəstəxana geyiminə keçim. Hazırlayıblar məni uşaqlar. Çox heyecanlıyım. Hadi sonda bir baxın mənə belə. Yeni çəkəcəm yenə də. Yenə də bax. Nihat necəsən? Gör, palatadasan, hər şey qaydasındadır, tamam. Bitti hər şey. Muhteşem bir burun. Nihat Bey dönüyor. Necəsin Nihat Bey? Necə? Eydi kamerada çəkim. Deyir ki, HD kamerada çəkeyim. Burada belə düşünür, narahat olmayın. Çəkirəm. Ayağında təşəkkür edərsiniz videolar üçün. Buradan. Nihat Bey, bəlkə bizə sirlərini deyəsən. Nə sirlərin var? Hə? Bizimlə nəsə Hayır. görüşmək istəyirsən? Hayır. Vəziyyətdən istifadə edə bəlkə. Uşaqlar, mən əməliyyatdan çıxmışam. Bir iki saat sonra, 2 saatda da çox sonra yatmışdım, bir tutmuşam. Təzəliyəcəm. Çox təşəkkür ederim. Babam. Çox da danışabilirim. Sabah inşallah təşəkkür danışacağım sizə. Uşaqlar, saat 8-də artıq. Belə çəkib sizə. Şükür Allaha yaxşıyam. Suyumu içmişəm, yoğurt yemişəm və gördüyünüz kimi bizə heç bir göyərmə falan yoxdur, heç də. Artıq mən doktorun fərqli idi. Buna görə də artıq doktoru çox sevirəm. Çox qəşəng bir dənə pul edib mənə. Yəni düzü şəkildə də görmüşəm, baba bir süperdi. Belə də yaddan siz göstərin. Bakın minnacık bir şey olmuş. Ben de rahat olmuyordu. Böyle. Saat o da işləyir uşaqlar. Ben yavaş yavaş artıq yatmaq istəyirəm. Görüb deydim sadəcə. Gördüyünüz gibi formadayam. Banan yedim, yoğurt yedim, su içdim maşallah. Ve çok əlayam, süperəm. Burada da çok güzel. Uşaqlar, banan əzməmi yeyirəm yeridən. Yəni rahatlıqla yeyə bilirsən. Vəzirlər sən üçün qəşəng-qəşəng yavaş-yavaş yeyirsən. Çox yaxşıyam, saat üçün o da yaxınlaşır. Çalışdığım qədər siz üçün çəkirəm ki, siz də görəsiniz. Bunu dəyişdirdi, yedi, qan gəlmişdi biraz. Всё. Belə. Uşaqlar, Natiq doktor gəldi, danışdıq. Bəzi şeylər götürdük, yazdım doktora. Canım doktorum saat göründü içədi. Hələ də o xəstəxanadadır. Həqiqətən. Saat 12 tamam olur birazdan artıq. O qədər gözəl olub şəkli göstərdi elə doktor. Möhtəşəm. Bu da görəcəyim müalicələrimdir ki, nələr eləməliyəm, eləməliyəm. Sabahınız xeyir uşaqlar. Əməliyyatım var. Birinci günü artıq ayın 5-idir. Çox şükür yaxşıyam saat. Gecələr çox rahat yatmışam. 2 dəfə qalxmışam cəmi. Sadəcə 7-dir. Biraz da yatacağım. Badam falan yedim. Formada. Çok şükür Allah'a.
Uşaqlar, mən çıxdım artıq xəstəxanadan gedirəm evə. İstərəm sözü yavaş-yavaş üzüm şişməyə başlayır. Şişirəm, top oluram yavaş-yavaş. Amma həqiqətən burada çox qəşəngdir. Artıq doktor da gəldi, danışdıq, müalicələrimi yazdı. İnşallah 2 həftə sonra gips açacaq. O uşaqlar, evdəyəm, saat 4-ün yarısıdır. Saat 10-da çıxışımızı elədik, gəldim evə. Yatmışam özüm üçün, yemək yemişəm, görürsün çox yaxşıyam, indi oturmuşam. Televizora baxıram, Səlalat Karadeniz'e. Bitirə bilmədim bu Səlalat Karadeniz aşkı. Bir 4-5 dəfə baxıb qurtarmışam. Yəni ki, bu əməliyyat müddətində də bir 4-5 dəfə. Allah haqqı bilmirəm də bu kinoda nədir, sonra bu kinodan ayrıla bilmirəm. Qutaram təzdən baxıram, qutaram təzdən baxıram. Bir də çilek kokusu. Bu iki kino mənim favoritim. Yəni ki, ona başlayaram bundan sonra. Formada yavaş-yavaş şara dönürəm, şişirəm. Amma belə çox şükür ağrım yoxdur. Belə ara sırası üçün çəkəcəm. Yəqin ki, bu günlərdə səhər axşam çəkirəm ki, o irəliləyişi görəsiz məndə ki, şişirəm, yatıram, nə olur. Belə. Uşaqlar, deməli, burnumu təmizləyəcəm, spreyimi falan vuracam. Bir dənə bundan qorxuram, heç vaxt mən bunu birinci əməliyyatda mən bunu heç taxmamışam, uşaqlar bilmirəm bu necədir bir şeydir. Çox ağrıdan bir şeydir görəsən. Pisi bununla çıxardıram. Çıxarda bilsəm, o necə çıxardım ay uşaqlar, vay. Bunu heç taxmayın, heç vaxt bundan taxmamışam. Əlimdən çıxardım görəsən necə çıxardım. Vay, mən bu necə çıxardım, vay Allah. Gözlük görüm. Ne zibret düştü aşağıdan böyle çıkartacağım. Yatırım. Gözlük kalmasın olan bu da kalsın bundukta da ne olacak ki? Çıkarttım. Valla çıkarttım bunu. Çok çetin bir şey değilmiş aşağılar. Eləyərəm. Sonra da o şeydə Perex'lə şeylə İsti su... bakteriya azaltıb beləsi. Yox, isti suyla yiyeyim da. Başlayaq spreyimizi vurmağa. Bək vurmalıyım aşağı. Burada vurduk uşaqlar. Perex'ten burada o qıraqlarının qan hissələrini təmizləyir. Bir de doktor dedi ki, antibakteriyel salfetkayla burnumu təmizlə buralarda. Aşağılar vurdum da qəşərdi mənim. Ay Allah. Çox qəşərdi vurdum. Maşallah. Çıkıdı. Gedib adama göstərib gəl. Ay bak. Gör vurdum da qəşərdi. Dikişimiz olan yerdə levavikoy var. Eləmişəm belə taxırlar, bismillah taxıram. Bismillah.
Sağ. Əla. Bugünlük bu kadar uşaqlar. İnşallah sabah görüşərik. Paka. Sağ ol uşaqlar. Bugün günlərdən aprel. Bugün günlərdən 6 aprel. Gözlük görün. Sağ ol uşaqlar. Bugün günlərdən 6 apreldə artıq. Yuxudan təzə ayılmışam. İşlərim biraz daha yatıb uşaqlar bugün. Bir də bu bantlar allergiya verib üzümə. Çox təəssüflər olsun ki, onu da Levanikol vurdum. Artıq vurduğumdan çox şükür bu qanlı, qan və yaxud da qanlı su falan gəlmir. Ritqi qar, o da gün yağ salfetka, antibakteriyal yağ salfetka ilə silirəm. Всё. Yeməyimi falan yedim, dərmanımı attım. Biraz dincəlim. Durup spreyimi falan bunu çıxardım, spreyimi falan vuracağım. Gün keçdikcə daha yaxşıyam, çox şükür olsun. Elə. Hər gündəki burnumdan aşk yaşayıram. Çox gözəl olub. Maşallah, maşallah. Bir də uşaqlar, əminəm ki soruşulacaq, bu ilə nə qədər yatmaq lazımdır. Çalışın 6 ay yatın uşaqlar. 6 ay bunu ilə yatsaz, burnumuz perfect bir şey olacaq. Həqiqətən və mən özümə söz verirəm ki 6 ay mən bu ilə yatacağım. Düpbəniz olmağınız üçün burnumuzun. Çünki nə qədər düz yatsaz, o qədər yaxşı. İlk 6 ay ən önəmli vaxtdır. Yəni ilk 6 ay bunu ilə yatın, durun, süper olacaq hər şey. Narahat olmayın inşallah. Ay, belə. Ama ben burnumdan aşk yaşayıram. Çarəm olsa bir dəqiqə çıxartıram. Bundan əvvəl baxın burnuma, sonra təsdirdən taxtıraram. Uşaqlar, mən düşdüm aşağı, havamı aldım. Ödəysə qalxıram yuxarı. Natik doktor mənə deyir ki, çoxluq gəzdi, ad və hava al. Və gördüyünüz kimi formada, açıq formada. Gəlmişəm, indi gedirik evə, burnumu təmizləməyə. Belə. Çox şükür, çox yaxşıyam. Sabah birisi qədərdən çıxıram dərsimə. İnşallah. Fizikimizi çəkdək maşallah. Gələk fizikimi mən silim. Video çəkirəm Allah. Hello! Bugün artıq ayın 14-dür. Mən 2 gündür heç də çəkmirəm sizin üçün. Amma inanın ki, çox yaxşıyam. Əməliyyatımın 3-cü gündən etibarən dərsimdəyəm. Bütün günü gəzirəm, işlərimin arxasındayım. Yəni, bütün hər kəsdir nə alsan ki, sən əməliyyat olmamısan, biz əməliyyat olmuşuq. Maşallah, maşallah, gözləri dəyməsin. Bugün ayın 14-dür, gedirəm burnumun artıq gipsini və tamponunu çıxartmağa. Burnum əfsanə olub uşaqlar. Burnumdan aşk yaşayıram. Bütün günü özümə baxıram. Çox qəşəng olub. Həqiqətən canım doktorumun əllərinə, əməyinə sağlıq. Çox həyecanlıyam. Gedək çıxardaq burnumuzu görək necə alınır. Taksi bizi gözləyir. Düşdük aşağı. Neçə gündür çəkmirəm dediyim gibi çünki bildiyiniz kəndi həyatımdayım. Yəni çox nəsə bir əməliyyat süreci ilə bağlı, yəni bu rinoplastika ilə bağlı bir süreci deyil artıq. Bu öz şəxsi həyatımda. Ona görə də bildiyiniz nəsə çəkmək istəyirəm çünki çox əlayam, möhtəşəm bir Gəldim ev uşaqlar. Artıq burnumuzdan tamponlar çıxıb, çox şükür, rahatlıqla artıq buruna nəfəs ala bilərik. Mükəmməl, mükəmməl. Uşaqlar, qeyd edeyim, birinci əməliyyatımda da, ikinci əməliyyatımda da məndə tampon çıxardanda ağrı zad olmadı. Bu tampondan ağrını unudun uşaqlar. Tampon çıxardığında belə ağrıdır, tampon çıxardığında elə ağrıdır, elə bir şey yoxdur. Mən də birinci əməliyyatda ağrı istəyirdim, də ikinci əməliyyatda. Heç bir şey. Yəni, qəşən baxımını edirsiniz bu burnumuzun, qəşən spreyinizi vaxtında, hər şeyinizi vaxtında edirsiniz. İksiyo, mikro, qutardı. Görürsünüz? Hər şeyi yaxşı-yaxşı eləyirsiniz, hər şey də super olur. Mən də indi 5 gündə inşallah bu qalır, ondan sonra da artıq burnuma qurtuluram. Burnuma qurtulan idi, burnuma qovuşuram. Mən burnumu gördüm əslində, istəmədim, sizə göstərmədim. Çünki axıra qədər videoya baxasınız. Düz belə eləyib keçirdə bilərsiniz axıra. Neysə, eyb yox yenə də. İndi keçirsəz də eyb yox, keçirtməsəz də. Keçirtməsəz sizi sevirəm, keçirtsəz sizdə zəhləm gedir, zarafat eyləm. Hə, şeydir, çox qəşəng olub. Çox qəşəng olub. Yəni bildiyiniz burnum olub S. S-dir burnum. Mən özüm X-əsəm, burnum da olub S. Yəni çox bəyəndim. Çox bəyəndim. Nə yaxşı ki girdim. Nə yaxşı ki, həqiqətən. Bilbis nə olub? Bitsə. Bu boyda qalıb buydu. Bu boyda. Bir daha. Gençler, hazırsınız mı? Evet. Da. Uşaqlar, mən burnuma bayıldım. Yəni nə deyim, söz tapa bilmirəm. Bu buruna deyiləcək söz tapa bilmirəm. Şiş olmağına rəğmən, hər şeyə rəğmən çox qəşəng oldu. Yəni bu buruna bir bakın.
Bir buna bir bakın ya. Yani bir buna bakın Allah aşkına. Görün ne qəşəngdir. Bir tikə yoxdur. Vurdum yoxdur. Yəni səhərdə də özümdən bu formada baxışıram da. Yəni aşk yaşayıram özümdən. Çox bəyəndim. Çox bəyəndim. Həqiqətən o qədər bəyənmişəm ki anlata bilmərəm yəni sizə. Hələ çox şişdi, hələ hədsiz çox şişdi. Mənim birinci burun əməliyyatımdan çox ikinci burun əməliyyatımda ödəm var. Çox göylüyü var burnumda. Bilməm nə dərəcədə hiss edirsiniz. Baxın uşaqlar, baxın bu hissələrdə mor artılarım var. Amma həqiqətən kimə söz tapa bilmirəm. Və artıq uşaqlar sonluğu çəkmək istəyirəm. Təqribən bir aya yaxın, bir aydan çox birlikdə olduğumuz bir vlog oldu bu vlog. Ümid edirəm bəyənmisiniz. Ümid edirəm bütün burun sürəcimi bu vlog sizə çox xeyirli bir vlog olmuşdur. Qeyd eləmək istəyirəm ki, qorxmayın, ağrı yoxdur. Yəni seçimimiz Natiq Qarayevdirsə bunları deyim sizə. Ağrı falan istəməyəcəksiniz. Şişmə, biraz buralarımız şişəcək, amma göyərmə falan olmayacaq. Zaten özünüz gördünüz. Hamısını əməliyyatımın üçüncü günündən mən artıq küçələrdə gəzirdim, həyatıma davam edirdim, universitetimə gedirdim, işlərimin dayıca düşmüşdüm. Tampon çıxardanda ağrıtmır. Yaxşı olar ki 6 ay bunu taxaq. Uşaqlar, bu çox yaxşı bir şeydir. Yaxşı olar ki 6 ay o boyunluqla yataq. Mən sizə tövsiyə edirəm bunlardır. Qorumalıyıq burnu uşaqlar. Bu burun qorunmalıdır artıq. Yəni doktor bundan başqa mənim üçün nə edə bilər? Yəni bu burundan başqa burun nə yapa bilər benim üçün? Belə hər birinizi öpürəm. Əgər videonu bəyəndisə kanala abunə olmağı, video bəyənməyi unutmayın. Sizləri çox sevirəm. Diğer videoda görüşene dek. Bye bye.